belə bir suallarla müraciət edirlər. Doktor, zəmanət verirsinizmi müalicəyə? Siz bu mövzu haqqında bu qədər rahat danışırsınız. Bəs biz uzun müddətli müalicə alırıq, effekt yoxdur. Yəni hələ indiyə qədər bizim erkən boşalma münasibəti ilə sağalmayan bir xəstəmiz yoxdur. Çox sadə bir məsələdir. Əgər sizi narahat edirsə, buyurun gəlin. Ətraflı danışaq, baxaq, yoxlayaq, müalicə təyin eləyək. Qısa müddət ərzində də nəticəni hiss eləyəcəksiniz. Diqqətinizə görə təşəkkürlər. Buyurun, əgər narahatçılığınız varsa müraciət eləyə bilərsiniz. Bizim WhatsApp nömrəmiz açıqdır. Suallarınızı WhatsApp-a yazın. Çünki bəzən vaxt olmur, telefona cavab vermirik. Amma WhatsApp-a müraciət eləyən xəstələrin hamısının sualları cavablandırılır. Mən özüm cavab verirəm xəstələrə, istər telefonda, istər WhatsApp-da. Çünki bu məsələ biraz intim məsələ olduğuna görə insanlar utanır. Ona görə də belə qərar almışam, mən köməkçi və sair xidmətindən istifadə eləmirəm. Çünki insanlar bəzən olur ki, özlərində cəsarət tapıb müraciət eləməyə biraz çətinlik çəkirlər. Baxırsan ki, WhatsApp-da SMS gəlib, SMS-i yazıb pozur. Yəni insan utanır. Ona görə də utanmaq lazımdır. Suallara yalnız mənim özüm cavab verirəm. Müraciət eləyin, problem yoxdur. Diqqətinizə görə təşəkkür.